Hər birinizə salamlar dostlar. Bugünkü videomuzda yeni bir gəzintimiz var. Bu gəzintimizdə Bingölün Perqasa şəhərləsinə doğru istiqamət alacaq. Gözəl bir video olacağına inanıram. Hal-hazırda Bingöl şəhərində Kalium alış-veriş mərkəzinin qarşısındayım. Bir göstərə bilərsiniz. Birazdan isə biz avtobuslara, marşrutlara minib oradansa istiqamətimizi alacaq Perqasa şəhərlərinə doğru. Gözəl bir video olacağına inanıram. Xoş izləmələr hər birinizə. Ahır gelip bir oldu bu dünyada. Ey hayat sen ne garibesen. Sana kimi baktın bana, sen gün kimi baktın bana, gözlerinin yarasına. Dostlar, hal-hazırda bir şəhərlərin yanına gəldik. Aksiyon dolu bir anlarımız başlayır. Burada yol düzəldirik. Perqasa şəhərləsinə getmək üçün öndə bu yol keçib, bu şəhərlərin xırda bir şəhərlə var. Bunun yanından bu yol keçib, ondan sonra istiqamətimizi alacaq Perqasa şəhərləsinə doğru. Hal-hazırda yolu düzəldib digər tərəfə keçid edəcəyik. Mənzərə isə gördüyünüz kimi maşınlar orada. Dostlar, çay keçdik. Hal-hazırda yuxarı doğru şəhərə doğru hərəkət edirik. Bugün ayın içidir değilim nanay ay narinay. Bugün ayın içidir. Yollar biraz arada torpaq falan çıngıldaşlar var diye sürtür. Girme bostan içidir yar girme bostan içidir. Dodakların ham şeker, dodakların ham şeker. Dilin badam içidir yar dilin badam içidir. Dilin badam içidir yar dilin badam içidir. Kız belin incedir ay ince. Leblerin kocadır ay gonca. Hal-hazırda dostlar gedirik. Leblerin goncadır gonca. Kız belin incedir ince. Leblerin goncadır gonca. Şəhərlər artıq görsənir. Ben geçeyim abi, tamam. Dam üstədir damımız değilim nanay ay narinay. Dam Ben şimdi üstədir damımız değilim grubun nanay ay narinay. Anestez qabaqda gedir. Yar koşadır eyvanımız, koşadır eyvanımız, yar koşadır. Bu arada dostlar bir şey danışım. Geçen videoya 50 like geldi. Dedim yani ki 50 like gelse yeni video getireceğim. Ve geldiği için de yeni video seçtim. Hakikaten güzel bir gəzinti olduğunu düşünürüm. Videolara maksimum destek olsanız sevinirim. Çünkü bu videolar öz başına başa gəlmir təbii ki. Hem maddi hem mənəvi tərəfləri də var. Ona göre ne kadar beğenseniz, dostlarınızla, yakınlarınızla paylaşsanız, kanala abone olsanız sevinirim. Eyni qaydada bu videoyu da əldən yuxarı baxış gəlsə gözəl olar. Van səfər videosu həqiqətən çox gözəl və çox izləndi. Bunun üçün hər birinə təşəkkür edirəm. Yine göğüsünü bulut aldı ya. Ah niye gelmedi harda kaldı. Yine göğüsünü bulut aldı ya. Ah niye gelmedi harda kaldı. Gözümü yolda koyup bir Və o möhtəşəm Perqasa şəhərləsi. Hətta suyu buxarlanır demək olar aşağıya satan kimi. Biraz yaxınlığına daha da yaxınlaşaq. Biz düz o yoldan aşağıdan gəldik. Hayatımda gördüğüm en güzel şəhərlərdən birisidir. Bu arada onu da deyim. Kara gözün badam, o dedi yok 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 yok. Nene gelsin kadın, o dedi yok 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 yok. Kara gözün badam, o dedi yok 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 yok. Nene gelsin kadın,
Gördüğünüz kimi həqiqətən çox gözəldir yəni. Şərsiz, yorumsuz. Sadəcə izləyin dostlar. Bunun içərisi də mağara kimi olub. Bilmirəm nə qədər tam görsənir. İçərisi də eyni mağara kimi olub. Burada da mini bir dənə şəlalə var. Şəlalecik. Qəlbimi dindir, sənə sözüm var, naz eyləməm. Gəl görüşək yar, çıx yaşıl güzel. Şu şəlalənin içərisində belə oyruqlar, yəni mağara kimi yerlər də var. Görürsən burada keçmişdə insanlar falan yaşayırdı. Maraqlıdır şəkildə. Belə gözəl bir mənzərə. Dağdan eniş etdim. Videosunu yəqin gördünüz. Çox gözəl və maraqlı bir gəzinti oldu mənim üçün və yeni təcrübələr qazandım. 2 dəfə endim. Birinin videosunu çəkənmədik, digərinin videosunu çəkdim. Dostlar, gördüyünüz kimi Pegasus şəlaləsində olan gəzintimizin artıq sonuna gəldik. Bir çox şeylər elədik. Videonu da sizə çəkməyə çalışdım. Mən də gözəl bir şeylər yaşadıq. Əyləncə olsun, atraksiyon olsun, action olsun hamısı. Videoda bəzi tanıdıq bir insan daha çıxdı. Bingölün buraların çəkən, buraların təbiətini, mənzərələrini, hər yerini çəkən bir universitetdə bəzi röportajların sahibi Enes Kaya. Geleyim mi? Gel. Bu Çekiyor musun bizi daha? Çek. Tamam. İşte bu arkadaşlar da biz, ben bunu ilk geldiğim zaman artık Türkçe konuştum. Ben Türkçe konuşmuyorum mu orada? Ya ben Azerbaycan'da konuşuyorum. Tamam. Şimdi ben ilk geldiğim zaman tanıyordum bunu. Sonra işte bir iki kere görüştük falan, buluştuk. Ondan sonra ise şimdi kendisiyle de burada güzel bir tanışmamız Güzel, tekrardan değil mi? oldu. Aynen öyle. Beğendin mi Pergasor? Evet, İlk defa evet. geliyorsun. Evet. Bak burası Pergasor. Arkadaşlar Pergasor şehrisi Yani. Yayladere'de. Yaklaşık böyle 1,5 saatlik bir yolu var Bingöl merkezden. Arka tarafta Pergasor'un içinde, şehrin içinde mağaralar var. Milattan önce 751 diye hatırlıyorum. O zamanlarda Hristiyanlar Roma'nın baskısından kaçabilmek için, ibadet baskısından kaçabilmek için buraları böyle deliyorlar. Bayağı yontuyorlar, efsane yerler yapmışlar. Çok güzel, oraya çekersin sen. Evet, Minik minik çekersin. Arkadaş Çok güzel bir şeyler var. Suyu da içilebiliyor, tertemiz. şey de yaptık. İniş videolarında aynen. zaten gördünüz. İniş nasıldı? Ben çok severim işi. 15-20 defa yaparım yani. Bana fark etmiyor. Pegasus inişi nasıldı? Pergasor işi çok güzel. Evet, normalde bak biz oradan şey yapıyoruz. Devam. Şurayı görüyor musun? Evet, evet. Şelalenin hemen yanı. Ama şu an biz daha Mayıs 1'deyiz. O yüzden hala şeyler yoğun, sular yoğun. O yüzden yan taraftan yaptık. Bak oraya görüyor musun? Oradan yaptık. Çekiyor musun lan? Bingöl'ün doğası da gördüğünüz gibi bir arkadaş seçsin. Bingöl'ün doğası nasıl güzel bir yer. Çek bakalım. Çek. Böyle. Çek mi? Abi! Geliyorum. Telefonu getirir misin? Dostlar Enes getdi. Bir dənə buralarda biraz işlərimiz yoğundur. Həm kamp üçün bir şeylər edirik, həm ocaq falan ona görə biraz getdi. Onun kanalını da i butonuna qoyacağım. Əgər istəsəniz onun da kanalına abunə ola bilərsiniz. Onun burada çox insan tanıyır Bingöldə. Azərbaycandan da yəni kimlər istəsə ona videoların şərhlərinə falan da yaza bilərsiniz. Belə gözəl bir gəzinti olduğunu düşündüm. Gözəl bir video olduğunu düşünürəm. Gözəl bir şeylər olduğu üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, bundan bu videoya da bir təxmini 50-60 like gəlsə bunu da davamı çəkərəm. Onun son aralar videolar 1500-2000 arası izlənir, yəni kanalda abunə sayısına baxdıqda. Gözəl bir video oldu. Təşəkkür edirəm hər birinizə. Videonu izlədiyiniz üçün təşəkkürlər. Çox sağ olun.
Ayrı düştük, aylar öttü, il oldu. Eşkim sensiz bir çağlayan sel oldu. Ayrı düştük, aylar öttü, il oldu. Eşkim sensiz